Salam, hər vaxtınız xeyir. Bir il müddəti idi ki, artıq Turan İnformasiya Agentliyi öz fəaliyyətini dayandırmışdı və bu günlərdə artıq Turan İnformasiya Agentliyinin saytı açıqdır. Orada girib informasiyaları oxumaq mümkündür. Üstəlik Azərbaycanda baş verən hadisələr də gündəlik olaraq dəyişir. Bu gündəmlə bağlı Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə müsahibə edirik. Yayımı paylaşaraq bizə dəstək ola bilərsiniz. Mehman bəy, hər vaxtınız xeyir. Salam. Mehman bəy, gəlin ondan başlayaq ki, hazırda Azərbaycanın qonşuluğunda böyük bir müharibə gedir. İsrail, ABŞ İrana qarşı və bunun Azərbaycana müəyyən bir təsirləri ola bilərmi? Regiona nə verəcək bu müharibə, nə gətirəcək? Əslində bilirsiniz, region deyəndə mən daha geniş gedərdim. Yəni məsələn deyək ki, bu Suriya, İraq, indi Fars körfəzi deyilən dövlətlər, İran, Afqanistanda görürsünüz, olay var, elə gedir. Cənubi Qafqaz ona qonşu olan bir bölgədir. Və ABŞ-ın və İsrailin siyasəti, məsələn bu bölgədə siyasəti əvvəllər heç olmasa diplomatik bir tona geydirilirdi və müəyyən dərəcədə bu diplomatik xarakter daşıyırdı. Yəni. Bunu dövlətlərin ərazi bütövlüyünə hörmət, suverenitetine hörmət və s. İndi bu çox belə çılpaq və açıq şəkildə demək ki, siyasət keçirilir. Yəni maraqlar tətbiq olunur və maraq ondan ibarətdir ki, məsələn İranla bağlı biz götürsək, İranda bəyan olunur ki, nüvə proqramının dayandırılması və ümumiyyətlə ləğv olunması. İkinci məsələdə bunu artıq sonundan başlayıblar bəyan eləməyə, İranda hakimiyyətin dəyişməsi. Yəni teokratik hakimiyyətin, klerikal hakimiyyətin yerinə, yəni dövlətin yerinə dünyəvi bir dövlət yaratmaq, demokratik prosesə keçmək. Məqsəd yəni belə, bugünkü məqsədlər əsas bunlardır. Və bu əslində biz baxsaq vəziyyətə, yəni Suriyada da ona bənzər bir şeydə avtoritar rejim idi, diktatura var idi və ondan bağlı da xeyli 15-ci ildən demək var ki, bu savaş başlayıb orada gedirdi və biz görürük ki, nə ilə yekunlaşıb. Yəni əslində çevik şəkildə ABŞ, İsrail və s. çalışırlar ki, çevik şəkildə prosesləri sürətli şəkildə dəyişsinlər, gündəmi dəyişsinlər regionda. Baxmana doğru proses gedir və bu proses əslində iki tərəfi var bunun. Bir tərəfi aydındır ki, Azərbaycan da Respublikası, yəni Azərbaycan da həmişə maraqlı idi ki, İranda hansısa bir Azərbaycana qarşı belə pozitiv mövqedə duran hakimiyyət olsun. Çünki həmişə iradlar bildirilirdi ki, İranın bizim daxili işlərimizə qarışması, Ermənistana dəstək verilməsi, yazıda da var, hamısı bəyan olunurdu. Və bu mənada mən elə demirəm ki, Azərbaycanlıların, etnik Azərbaycanlıların İrandakı vəziyyəti ilə bağlı iradlar bildirilirdi və s. Hesab edirəm ki, Azərbaycan tərəfi əlbəttə ki, maraqlıdır dəyişikliklərdə, ancaq bu cür dəyişikliklərdə mən hesab edirəm ki, əlbəttə ki, çox təhlükəlidir və proseslərin getməsi əlbəttə ki, təhlükə yaradır. Ona görə də Azərbaycan tərəfi bundan bağlı tədbirlər görür. Nə kimi təhlükə yaradır məsələn? Məsələn deyək ki, İran tərəfi dəfələrlə bəyan edirdi ki, Azərbaycan İsraillə müttəfiqdir. Məsələn, vaxtilə General Süleymanın demək olar ki, öldürülməsində Azərbaycan izni qeyd edirdilər və Azərbaycana qarşı hansısa bir aksiyaların keçirilməsi hədələyirdilər. Bu cür hədələr həmişə olub və Azərbaycan sərhədində məsələn ki, ordunun toplaşması baş verirdi. Biz bunu müşahidə edirdik. İndiki vəziyyətdə nəzərə alsaq Azərbaycan və İsrail münasibətləri, ABŞ münasibətləri özdə son zamanlar ABŞ prezidenti bunu çılpaq şəkildə, açıq şəkildə bəyan edir və nümayiş elətdirir ki, Azərbaycanla strateji müttəfiqlik var xüsusi olaraq.
Bunu nəzərə alaraq, əlbəttə ki, hər şey ola bilər ki, Azərbaycana qarşı indiki vəziyyətdə hansısa bir addımlar atıla bilər. Heç kəs bundan sığorta almır. Bir nəzərə alsaq bunları. Düzdür, Azərbaycan tərəfi bəyan edir ki, onun ərazisindən, yəni İrana qarşı heç bir təhlükə ola bilməz və s. bunlar bəyan olunur. Amma yenə qeyd etmək istəyirəm ki, müəyyən heç kəs qarantiya vermir ki, hansısa qruplar tərəfindən, kimləsə tərəfindən hansısa bir addımlar atıla bilər. İkinci məsələ isə humanitar məsələdir. Biz əgər proseslər belə cərəyan eləsə və hərbi əməliyyatlar genişlənsə və bu əlbəttə ki, humanitar problemləri daha da dərinləşdirir və bu mənada bizim soydaşlarımız, yəni İran tərəfdə olanlar əlbəttə ki, üz tuta bilər Azərbaycana. Məsələn deyirəm də. Burada biz nə etməliyik? Yəni hansı tədbirlər görüləcək, necə olacaq və s. Buna da hazırlıq gedir əslində. Mən belə deyərdim. Buna hazırlıq var. Hər şey ola bilər. Mən yada salmaq istərdim ki, məsələn deyək ki, 92-ci ildə 93-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edəndə Laçın, Zəngilan, Cəbrayıl istiqamətində, Qubadlı istiqamətində irəliləyəndə bizim hərbi birləşmələrimiz məcbur idilər ki, İran tərəfə keçsinlər. Yəni orada düz təqsirlıq olunurdular. Amma İran belə şərait yaratdı ki, onlar bu tərəfə keçsinlər, onları bu cür xilas edər. Yəni burada da belə bir vəziyyət yaranır. Biz də bunu yadda saxlamalıyıq ki, bu bizə qarşı belə bir addımlar atılmışdır və əlbəttə ki, hər şey ola bilər, biz də eləməliyik. Yəni bu nöqtə nəzərdən əlbəttə ki, biz çox ciddi bir prosesin içindəyik və başqa məsələlər də var. Bir məsələn bizdə yazı gedib ki, İran bazarından kifayət qədər Azərbaycana daxil oldu ərzaq məhsulları ucuz qiymətdə və orta və ya belə deyək, kasıb təbəqə daha çox o mallardan istifadə edirdi. Və bu da indi İran tərəfi bunu dayandırır. Aydındır ki, daxili vəziyyətlə bağlı. Və bu Azərbaycan məsələn ərzaq bazarına təsir eləyəcək mütləq. Ona görə də məsələn biz bunu qeyd elədik ki, lazımi tədbirlər görülməlidir ki, adi insanlar bundan əziyyət çəkə bilməsin. Məsələn deyirəm. Və bu sıra burada məsələlər var. Bəs Azərbaycan daxilində vəziyyət necədir? Məsələn, son bir ildə hadisələr necə dəyişib? Nə mənada? Baxın, son bir ildən çox bir prosesdir əslində. Müstəqil media Başa düşdüm. Biz götürsək, yəni bilirsiniz, bütün istiqamətlərdə götürsək, müsbət mən bir şey görmürəm məsələn. İqtisadi vəziyyət yaxşı deyil. Yəni bizdə əsas neft gəlirlərinə bağlı idi bizim iqtisadiyyatımız, büdcəmiz. Neft gəlirləri azalır və bu aydındır ki, neftin istehsalı düşür aşağı. Azərbaycanda illərdən bu gedir proses. Ancaq hökumət bəyan edir ki, qeyri-neft sektorundan bu əvəz olunacaq və qeyri-neft sektorun artmaq haqqında danışırıq. Bəli, müəyyən addımlar var və dəyişikliklər var. Amma biz onu görürük ki, qeyri-neft sektoru hələlik bu boşluğu doldura bilmir və problem ciddi şəkildə qalır. Məsələn, insanların maaşları, pensiyaları və s. kifayət qədər aşağı səviyyədədir. Sosial təzyiqlər və sosial gərginlik var. İnflyasiya məsələn ilin əvvəlindən mən baxıram fevral ayında 5.7%-dir. O çoxdur əslində. İlin əvvəlindən başlayaraq indi baş verir. Yəni iqtisadi, sosial problemlər çox ciddidir. Yəni narazılıq çox böyükdür. Mən indi əməşə təmasda oluram. Bu təbəqə ilə, yəni ki, aşağı maaş alanlar, pensiyaçılar və s. maraqlanıram da və s. Yəni bu çox ciddi bir problemdir. Və göstəricilər də göstərir ki, yəni aşağı maaş məsələn bizdə 400 manatdır, orta maaş 1000 manatdır, məsələn deyək də. Bunlar çox azdır. Çox azdır. Nəzərə alsaq ki, bu vaxt devalvasiya olunmuşdu. Sonradan təxminən ən aşağısı 60-70% inflyasiya bu vəsaitləri yeyib və s. Bu çox ciddi bir problemdir. Məsələn, bu bir tərəfi. İndi gəlirik ki, azadlıqlar bizə nə mitinqlər keçirilir, nə hansısa bir iclaslarmı və s. deyək ki, siyasi partiyalarını, görüşmə təşkilatlarını götürsək. Media azadlığı çox aşağı səviyyədə Azərbaycanda məsələn.
Biz bunu müşahidə edirik. Bu real vəziyyətdir. Jurnalistlər həbsdədir. Siyasi məhbusların sayı böyükdür. Yəni bu problemlər çoxdur. Yəni bu problemlər öz həllini tapmalıdır. Yəni yaxın zamanlarda, qısa müddətdə. Çünki mən hesab edirəm ki, bu anormal bir vəziyyətdir. Əslində mən bilirsinizmi, 22-ci ildə bir məqalə yazmışdım. Avtoritarizmdən demokratiyaya keçid. Mənim belə bir təklifim vardı. Sonra mənim üstümə düşdülər ki, Mehman Əliyev burada monarxiya təklif edir. Amma elə bil ki, monarxiyanı gördü. Əslində isə mən daha çox parlament respublikasına keçid məsələsini təklif edirdim. Və konstitusiyon monarxiya məsələn deyək ki, mən İspaniya bir misalı kimi götürürdüm ki, Franco var idi, diktator və Azərbaycan müqayisə olmaz, çünki orada vətəndaş müharibəsi olub, milyonlarla insanlar qırılıb, faşist rejimi olub və kompromis kimi bu adam sonra Kral Filipi deməli elan edir ki, krallığa keçəcəklər, bu konstitusiyon monarxiya keçirlər. Kral Filipi öz yanında saxlayır, onu hazırlayır və artıq Frankadan sonra İspaniya keçir bu tipli monarxiya və onunla da konsensus yaranır və demokratiya keçir, parlament respublikası olur. Yəni budur. Çünki bilirsinizmi, burada mən başa düşürəm, bu xeyli insan əziyyət çəkib bu proseslərdən, vəziyyətdən, hakimiyyətdən və s. Amma mən qeyd etmək istəyirəm ki, görün 22-ci il, indi 26-cı il gəlir, düzdür? Mən görürdüm bax bu prosesləri. Mən görürdüm ki, bu hara gedir. Və mən görürdüm ki, bu səhv bir siyasətdir, yəni belə getməməlidir. Bunun fəsadlar olacaq, o fəsadları biz bir gün kifayət qədər yaxşı görürük. Və gələcəkdə bu daha da ciddi fəsadlar verə bilər. Əgər biz konsensusa gələ bilməsək, cəmiyyət olaraq bir-birimizlə barışmasaq və insanların, xalqın və vətəndaşların maraqlarını üstün tutaraq yeni bir siyasət aparmaq. Biz keçməliyik parlament respublikasına mütləq. Necə Ermənistan bunu edib, başqa ölkələr. Demokratiya var, hamısı parlament respublikalardır. Ən uğurlu modellərdir, biz bunu görürük. Bunu mən təklif. Bu vaxt belə bir vəziyyətdir və baxarıq indi gələcək belə deyək gedişlərə. Amma bəli, buyur. Bəs sizcə bu qədər müstəqil medianın məhdudlaşdığı bir dönəmdə, jurnalistlərin həbs olunduğu bir dövrdə Turan informasiya xidməti fəaliyyətini necə davam etdirə biləcək? İnformasiya xidməti deyil, analitik xidmət. Üzr istəyirəm. Bəli, ona görə bu analitik xidmətdir. Yəni bu informasiya agentliyi deyil. Yəni biz media agentlikdə qeydiyyatdan keçmirik. Biz kütləvi informasiya vasitəsi deyilik. Biz analitik bir xidmətik, yəni ki biz proseslərə sadəcə olaraq informativ nöqteyi-nəzərdən yox, analitik nöqteyi-nəzərdən baxırıq. Biz prosesləri, yəni bütün bizim yazılarımız analiz xarakterlidir. Yəni biz bunu eləyirik. Və indi o necə olacaq, nə baş verəcək, hələ mən bilmirəm ki, biz hələ yavaş-yavaş abunəçiləri yığmalıyıq, o vəsait məsələsi var, biz özümüzü saxlaya biləcəyik ya saxlaya bilməyəcəyik. Hələlik 4 nəfər adam işləyir. Məsələn, Turan o əsas aparıcı işçiləridir. Biz hələ baxarıq necə gedəcək proses. Məsələn, bir il bundan əvvəl... Məsələn, biz informasiya agentliyi ki, biz keçə bilməzdik. Çünki bunlar nə ediblər? Götürüblər keçən illəri bir qanuna dəyişiklik ediblər. Mən 100% bilirəm ki, bizə görə elədilər onu. Ki, mütləq informasiya agentliyi təsis etmək üçün deməli 20 qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri ilə müqavilə olmalıdır. Mən sizə qeyd etmək istəyirəm ki, 2005-ci ildən Ələsənov onda o vaxtdır. Bütün kütləvi informasiya vasitələri, bizim 40 dənə abunəçimiz vardı, deməli, qəzet və təxminən 7 telekanal. Hamısına qadağa eləmişlər ki, Turan İnformasiya Agentliyinə abunə olmamalıdır, Turan İnformasiya Agentliyinə istinad olmamalıdır. Yəni, bunlar bunu eləmişdilər. İndi də bunu tətbiq eləməklə qanuna biz demək var ki, kim bizlə müqavilə bağlaya bilər? Hamısı kontrolda olan media vardı və əlbəttə ki, bu mümkün deyil də. Yəni, media kimi fəaliyyət göstərmək. Ona görə biz bu yola getdik. İndi burada nə baş verəcək, necə olacaq, onu gələcək göstərər. Təbii. Xatırlayıram ki, bir il bundan əvvəl Turan bağlananda həm də resurs məsələsini xüsusilə qabartmışdınız ki, nə qədər çalışsaq da resurs artıq İqtisadi durumu deyirsiniz? Bəli.
İqtisadi durum əlbəttə ki, çox o İndi bizdə bəs. Azərbaycanda axı iqtisadi durum medianın birinci növbədə mən onu həmişə demişəm, yazmışam, mənim yazılarım var idi ki, birinci növbədə 99-cu ildən başlayaraq bizdə 98-ci ildə senzura götürüldü və bunlar belə dövlət senzurasını, yəni çünki kimisə qeydiyyata almamaq və s. o öz yerində iqtisadi senzuru tətbiq elədilər. Başladılar deməli kütləvi informasiya vasitələrinin iqtisadi dayaqlarını vurub dağıtmağa. Birinci növbədə qəzetlərin. Məsələn deyək də, köşklərin bağlanması, qəzetlərin nə bilim hardasa satışı, qəzetlərə reklam verilməsinin qadağası, xeyli. Yəni qəzetlər Heydər Əliyevlə 2 dənə görüş oldu, hamısı iqtisadi məsələlərə bağlı idi. Yəni jurnalistlərin döyülməsi, həbsizatı söhbəti yox idi. Ancaq iqtisadi. Və sonradan böyük neft pulları gələndən sonra başladılar yeni kütləvi informasiya vasitələri yaratmaq, onlara pul buraxmaq və s. belə formada və bütün kütləvi informasiya vasitələrini sıradan çıxartdılar. Yəni Azərbaycan bazarında özdə bizim reklam yox, bir şey yox. Ancaq abunə ilə domanan, yaşayan kütləvi informasiya vasitəsi 45 nəfərdən enmişdi, bizdə ştatda 12 nəfər adam qalmışdı. Məsələn deyirəm də. Belə götürsən, müqavilə ilə işləyənlər və s. uzaqbaşı 15-16 nəfər adam. Qutardı getdi. Onu da birtəhər, yəni çox çətinliklə aparmaq, işlətmək və s. çox çətindir belə bir vəziyyətdə. Məsələn deyək ki, bizdə Hafiz Babalı həbs olunmuşdu. Açığını deyim ki, mən 1 il onun yerinə işləmişəm, 1 ildən çox onun yerinə işləmişəm. Bütün onun işini mən görmüşəm. Əlavə gəlir üstümə, o gəlir üstümə. Yəni çox çətin idi. Mən aslında sizə deyim ki, 17-ci ildə həbs olunanda mən sevinirdim ki, həbs elədilər məni ki, mən qutardım bu quturandan. Məsələn də azad oldum. Və qaydanda mən istəmirdim tezdən bərpa eləmək işimi. Açığını deyim. Yenə də söhbətlər, xahişlər, nə bilim nələr və s. Yəni bu proses təzədən başladı. Çox çətindir. Azərbaycanda müstəqil olmaq və subyekt kimi, çünki media daxil biznes subyektidir. Yəni Azərbaycanda biznes subyekti kimi, media kimi çalışmaq demək var ki, çox çətindir. Özdə müstəqil media mümkün deyil. Yəni bu real vəziyyətdir Azərbaycanda. Turanın analitik yazılarında bir siyasət dəyişikliyinə gediləcəkmi, gedilibmi? Bir neçə gündür məsələn yazılır, bir müddətdə yazılır. Sizcə? Yox, bizdə, bilirsiniz, mən sizə bir şey deyim də, mən dedim, bizim yazılarımız. Mən bu analitik, bizdə onunla qabaq da həmişə analitik xidmətlər olubdur. Bizdə 93-cü ildə yaranmışdı, rəhmətli professor Həsən Quliyev ona rəhbərlik edirdi. Toğrul Civarvurdu işləyirdi, Əli Əliyev işləyirdi, başqaları. O vaxtdan vardı. Yəni bizim strategiyamız ondan ibarət edik həmişə. Biz nöqsanları göstəririk, onları deyirik, mütləq deməliyik, problemləri qoymalıyıq və sonra da problemdən çıxış yolları göstərməliyik. Əsas məsələ odur. Yəni sadəcə mən oturub tənqid eləməklə işin alınmır. Yəni təkliflər vermək, müəyyən dərəcədə hansısa təsdiq eləmək və s. amma nəyisə dəyişikliyə nail olmaq. Və bizdə xeyli layihələr var ki, mən göstərə bilərəm ki, qlobal şəkildə dəyişib vəziyyəti. Məsələn, biz korrupsiyayla mübarizə aparırıqsa, mən danışa bilərəm, korrupsiyadan nə qədər istəyirsiniz danışaq, ancaq o məsələni həll eləmir. Amma müəyyən bir korrupsiyanı yaradan səbəblər, imkanlar və s. sən onu məhdudlaşdıranda avtomatik şəkildə geniş miqdarda korrupsiya müəyyən sahədə xeyli amili azalır. Məsələn, bizim belə layihələrimiz olub, biz bunu eləmişik, nail olmuşuq belə deməli məsələlərə. Ona görə strategiya ondan ibarətdir ki, biz bunu bu formada eləməliyik. Yəni, əgər biz tənqid ediriksə, kritik yazırıqsa, məsələn, bir gün biz yazmışıq bu kənd təsərrüfatı ilə bağlı bir sıra məsələdir. O cümlədə İrandan ərzağın dayandırılması ki, hökumət vəziyyət nə ola bilir, necə təsdiq eləyə bilər əhaliyə və nə etmək lazımdır və s. bunu məsələn. Ya bir gün hesabat olub media ilə bağlı və Avropa Birliyinin biz o hesabatı yazdıq o barədə və orada göstərdik ki, proses nədir, hara gedir və nə etmək lazımdır ki, bunun qabağını almaq və geri qayıtmaq, yaxşılaşdırmaq bu vəziyyəti. Məsələn, bu formada yəni biz bunu eləyirik, həmişə eləmişik, eləyəcəyik də. Məsələn, başlıqlarda Turana mən baxdım, islahat sözü daha çox istifadə olunur.
Yox, o İslahat, bilirsiz, islahat, islahat. bildim, o islahat məsələsi, o hökumətin, biz məsələn deyək ki, sənədlər çıxır da, hökumət məsələn falan fərman verilir ya qərar verilir Nazirlər Kabinetinin və orada qeyd olunur ki, məsələn falan islahatların keçirilməsi və s. falan. Söhbət ondan gedir. Yəni bu bizim mövqeyimiz deyil ki, yəni biz deyirik ki, bunlar islahat keçirir. Bu onların dediyidir ki, biz islahat keçiririk. Ancaq biz orada qeyd edirik ki, nöqsanları ki, yox, bax bu deyilir, amma indiyə qədər bax bu belə olub, bundan qabaq da belə olmuşdu, indi də belədir. Bu şübhə altına qoyur, bunu belə eləmək lazımdır. Yəni məsələn, söhbət bundan gedir. Amma başa düşdüm siz nə deyirsiniz, amma bu hökumət bəlkə daha çox çalışır ki, tez-tez bunu istifadə eləyir, mən onu görürəm. Amma o demək deyil ki, mən onu deyirəm ki, real istiyorum. Məsələn, deyək ki, biz bu gün düyü haqqında məsələn bizdə gedib dövlət proqramı vardı, düyünün istehsalı Azərbaycanda tam iflasa uğrayıb. Tam iflasa uğrayıb. Bu barədə bizim böyük materialımız gedib, təhlil və orada da biz bunu qeyd edirik. Həmən o islahat və vəziyyət və vəziyyətdən çıxış yolları hansı olmalıdır, nə etmək lazımdır. Bizdə ümumiyyətlə kənd təsərrüfatı sahəsində vəziyyət kifayət qədər problemdir, çünki əsas proqramlar hamısı heç yerinə yetirilmir. Hamısı deklarativ olaraq qalıb, vəsaitlər ayrılıb, amma nəticə olaraq biz yenə də xarici idxaldan asılı qalırıq. Məsələn, Turanın saytına girəndə orada daxili siyasət bölməsi var. Aha. O bölmədə tutaq ki, Azərbaycanda insan haqları problemləri və yaxud da Mən ki, sizə başa siyasi düşdüm nə deyirsiniz. məhbuslar. Ancaq biz hələ bizdəyim. İş ondadır ki, biz hələ indi başlamışıq. Neçə gündür? Bir həftə heç yoxdur. Olacaq yəni. Əlbəttə olacaq. İndi yenə deyirəm ki, biz daha çox indi operativ reaksiya veririk məsələlərə. İndi imkan olanda, yəni yavaş-yavaş biz onları da dolduracağıq da, o notları, analitik yazıların yazılması və s. O bölmələri biz elə belə qoymamışıq onda. Onda mən bölmələri yığışdırıb eləyərəm də oradan da. Orada var məsələn kütləvi informasiya vasitələrinin vəziyyəti, gender məsələsi var orada. Məsələn deyək ki, siyasi sistem məsələsi var, partiya sistemi və s. və başqa. İnsan haqları məsələsi var orada. Yəni bunları eləmək üçün biz indi operativ olaraq, mən yenə qeyd eləmək istəyirəm ki, məsələn bu gün deyirəm hesabat çıxıb, media ilə bağlı durum regionda və Azərbaycanda o cümlədən biz onu yazmışıq. Təhlillər, siz dediyiniz təhlillərdir. O təhlil üçün də vaxt lazımdır, oturub yazmaq, eləmək və s. Yəni əlbəttə ki, biz onu eləməliyik. Yəni insanlar yanılmasın. Məsələn, Turanı reformist narrativli media adlandıra bilməzlər. Bu yolda. Bilirsiniz, mən açığını deyim ki, bilmirəm insanlar kimdir. O qiymət vermək üçün gərək bunu heç olmasa bu yolu keçəsən və müəyyən bir durumda olmalısan da, mübarizə içində və s. Qıraqdan oturub nəsə demək və s. o kifayət qədər nədir. Amma reformist söhbəti ondan gedir ki, bizim həmişə strateji olaraq fəaliyyətimiz ondan olub ki, biz maksimal dərəcədə təsir eləyə bilək ki, nəsə dəyişək. Nəsə dəyişək. Dağıtmayaq da, yəni söhbət onsuz dağılır da, dağıdılır. Bizim məqsədimiz o deyil, məqsədimiz yaratmaqdır, düzəltməkdir, inkişaf elətdirməkdir və negativə qarşı mübarizə aparmaq. Yəni söhbət ondan gedir. Aydındır. Həmişə belə olub, heç nə dəyişmir baxın. Yəni biz söyüş 35 il ərzində Turan İnformasiya Agentliyi bir dəfə də məhkəməyə verilmir. Halbuki Turan İnformasiya Agentliyi sayılırdı müxalif agentlik, məsələn deyək də, nə bilim hökumətə qarşı nə bilim nə və s. Amma 35 il ərzində bir dəfə də məhkəmə verilmir, baxın. Bir dəfə də nə böhtan, nə təhqir, nə başqa bir şey. Yəni biz standartlar çərçivəsində öz işimizi, mübarizəmizi aparmışıq da. Ona baxmayaraq bizə qarşı həmişə sərt tədbirlər görürdülər və s. Bu həmişə o təzyiqlər və s. Hər halsı maddi, siyasi, nə bilim, hüquqi və s. Yəni təşkil olsun ki, vəziyyət bu. İndi bütün bu həbslərin, təzyiqlərin fonunda Turanın bundan sonra da fəaliyyətinin davam etdirməsi yəqin ki, çətin olacaq. Yəni bu gözə alınıb yəqin ki, nəzərə alınıb. Çətindir, əlbəttə çətindir. Çətindir ki, çətindir. Amma bilirsiniz, mən bir şey qeyd etmək istəyirəm də. Mən yenə deyirəm ki, mən açığını çox çətin idi işləmək və o qədər də istəmirdim təzədən bərpa eləmək. Amma məsələn deyək ki, artıq 1-2 ay bundan qabaq
mən bir yerdə idim, nəvəmlə bir yerdə idim. Nəvəmi qoydum orada oynamağa və keçirəm birdən-birə bir nəfər məni çağırır. Mehman müəllim, salam. Deyim, salam. Mən deyim, mən sizi tanımadım, siz kimsiniz? Dedi ki, mən falan saytın redaktoruyum. Aparıcı saytlardan biridir, indi adını çəkmək istəmirəm. Hökumət yönürlü. Və dedi ki, siz bərpa eləmək istəmirsiniz fəaliyyətimizi? Deyirəm ki, hələ ki, vaxt yoxdur, düşünmürəm. Dedi ki, çox böyük ehtiyac var sizə. Siz işi başlamalısınız. Bu mən qeyd edirəm ki, başqa düşərgədən biri olan adam, redaktor və s. da. Və xeyli adamlar müraciət edirlər ki, başlayın. Mən indi adlar çəkmək istəmirəm, tanınmış adamlar da hamısı deyirlər ki, başlamaq lazımdır. Görəm ki, xaricilərdən var belə təkliflər ki, başlayın, oxumağa bir şey yox və s. Ona görə də bir də kollektiv təzyiq eləyir. Kollektiv çox istəyir ki, təzədən başlamaq. Yəni, bütün bu amilləri nəzərə alsaq, hamısı bir yerdə və qərar verildi ki, başlayaq. İndi necə keçəcək, necə olacaq, o həyat yenə də zaman göstərir. Mehman bəy, çox sağ olun. Təşəkkür edirəm sizə. Buyurun. Uğurlar hələlik. Sağ olun.